Şimali Amerika'nın vulkanları. Deməli, Şimali Amerika'da sönmüş vulkan McKinley'dir. Buna həm də Denali vulkanı deyilir. Şimali Amerika'dan fəaliyyətdə olan vulkanları Rainier, Shasta, sonra Momotombo, Colima, Orizaba, Popocatépetl, Tahamulco. Geldik Cənubi Amerika'ya. Cənubi Amerika'da dünyanın hem en hündür sönmüş vulkanı yerleşir burada, hem de en hündür fəaliyyətdə olan vulkanı. En hündür fəaliyyətdə olan vulkanı Lülya-Laco 6723 metre, en hündür sönmüş vulkanı ise Chimborazo'da 6310 metre. Burada diğer fəaliyyətdə olan vulkanlar Cotopaxi'dir, burada San Pedro'dur, həmçinin Ruiz'dir burada. Ruiz, Cotopaxi ve San Pedro. Geldik Antarktida'ya. Antarktida'da iki tane esas fəaliyyətdə olan vulkan öğreneceğiz. Erebus ve Terror. Geldik Afrika'ya. Afrika'da sönmüş vulkan Kenya'dır. Fəaliyyətdə olan vulkanları ise Kilimanjaro, Karisimbi ve Kamerun vulkanları.